Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhə, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. Dördüncü hissə. Canım sənə fəda olsun ey Peyğəmbər övladı. Təbəssümünlə bizi sevindirdin. Buna nə səbəb oldu? Sizin bir yerə cəm olmağınızı gördüyüm üçündür. Bu sizi sevindirir ey Əbu Əbdillah. Bəli, elədir. Yaxşı insanlar görüşdükləri zaman sevgilərini dillə bildirməsələr belə, qəlbləri bir-birinə daha yaxın olar. Məni bağışla ağam. Axı biz bu birliyi başqa dinlərdə, təriqətlərdə də görürük. Pis adamlar görüşdükləri zaman həmişə dildə mehriban olduqlarını göstərsələr də, ürəkləri bir-birinə şəfqətdən uzaq olduğu qədər uzaq olar. Amma ağam, bəzən sadəcə mehriban kimi görünməyə, bir-birimizlə yola getməyə çalışırıq. Bir-biri ilə yola getmək möminlərdən tələb olunan bir cəhətdir. Belə ki, iki cür əxlaq vardır. Biri niyyətə, digəri isə təbiətə bağlıdır. Ağa, mümkünsə bunun mənasını bizim üçün açıqla. Təbiətə bağlı olan anadan gəlmə əxlaqi keyfiyyətlərdir. Kimisi həlim, kimisi olduqca az danışan, kimisi də xeyirxah olur. Əsas məqsəd budur ki, sən özündə həlimliyi görmədikdə, həlim olmağı, boşboğazlıq etdiyini anladıqda, susmağı öyrənməyi və xəsis olduğunu gördükdə, özünü qonaqpərvər kimi göstərməlisən. Ağam, bunlardan hansı üstündür? Təbiətcə əxlaqlı olan şəxs onsuz da başqa xəsiyyətdə ola bilmir. Əxlaqa yiyələnməyi niyyət edən şəxs isə bu yolda səbr eləyib dözür. Bu daha üstündür. Ağam, biz həmişə sənin yanında olmağı arzulayırıq, amma qazanc dalınca getməyimiz səninlə görüşməyimizə əngəl olur. Qorxuruq ki, dinimizin hansısa hökmünü öyrənməkdən məhrum olaq. Yazın ey müfəssəl, elmi yazın və öz aranızda yayın. Biz kitablarımızı atalarımızdan irs alırıq. Amma cəmaatın çox az hissəsi bu işlə məşğuldur. Cəmaatın elədiyindən bizə nə ey müfəssəl? Əli ibn Əbu Talib əleyhissalam yazırdı. Həsən ibn Əli əleyhissalam da yazırdı. Başqaları Quranın sünnə ilə qarışacağından qorxsalar da, bizim bu mövzudan qorxumuz yoxdur. Axı biz dinin hafizləriyik, ey müfəssər. Doğru buyurursan ağam. Yazın, yazmasaz yadda saxlaya bilməyəcəksiniz. Qəlb yazıya etimad göstərir. Sonra elmini qardaşlarını ötür. Kitablarını övladların üçün irs qoy. Elə bir ağır zaman gələcək ki, İnsanlar yalnız kitabları ilə ünsiyyət tapacaqlar.
Dəməşq. Eşitdim Vəliəhdin sənin məclisinə sərxoş vəziyyətdə gəlib. Uşaqlar müəllimlərindən şikayətlənirlər, yoxsa tərifləyirlər? Sualıma cavab vermədin Əbu Məsləmə. Elədir. Məclisimə sərxoş halda gəlmişdi. Onun xətrinə dəymədən məclisdən qovdum. Xətrinə dəymədən məclisdən qovdun? Allahın onun barəsində səndən tələb elədiyi budur? Bəs nə eləməyimi istəyirsən? Hər şeydən məhrum eləyim, yoxsa zindana salım? Əgər o işi Məsləmə görsəydi, ona şəri cəza kəsərdin. Yetər Ümmü Həkim. Öz dərdim mənə bəsdir. Həcc səfərinə hazırlaşın. Bu il çox günah eləmişsiniz, ona görə də gərək paklanasınız. Və hamımız anadan olduğumuz gündəki kimi pakizə qaydaq. Sən həcdə də şərab içməyə hazırlaşırsansa Allah bizi necə bağışlayacaq, hə? İtlərə qulluq elədiyim üçün onları da özümdən aparacağam ki, qoy maraqlı bir həcc olsun. Hacıların heç vaxt unutmayacaqları bir il olacaq. Bütün məmləkət mənim haqqımda danışacaq, görərsiniz. Əksinə, Haşimilər və onların tərəfdarları, Xəvaric və onların havadarları bundan gülməli əhvalat düzəldəcək. Cəmaatı sənin üstünə qaldıracaqlar. Bu isə Əmir əl-Möminin səltənətinə zərbədir. Üstəlik də nə özümüzü, nə də səni cəmaatın hücumundan qoruya bilmərik. Bu onları çox qəzəbləndirər. Qoy qəzəbləndirsin. Biz xilafət və səltənət ailəsiyik, bildin? Onların nə dedikləri bizi maraqlandırmır. Bəs qiyam qaldırsalar? Keşikçilərə əmr verib onları bir-bir öldürtdürərəm. Bir-bir. Ağam, bunda bir fayda görürsən? Ağam, nəsə istəyirsən? Zeydi bir şey almağa göndərmişdim. Amma nədənsə gecikir. İstəyirsinizsə gedim onu axtarım ağam. Yox. Sən evdə qal, ey Əbu Yusuf. Özüm gedib onu axtararam. Əgər onu tapmasam, lazım olan şeyi alıb qayıdacam. Allah amanında. Allah amanında ağam. Ey pak xanım, ey qəlbi, sınmışların anası. Oğlum mənə qarşı dəyişilib. Artıq görürəm ki, mənə əvvəlki kimi qayğı göstərmir. Onu himayənizə tapşırıram ki, ürəyim rahat olsun. Anacan, paltarlarının hamısını yudum. İndi gedirəm xurma bağlarına, biraz xurma yığıb, gətirib bazarda satacağım. Mənə dua elə. Başqa nəsə istəyirsən? Səndən yox oğlum, yalnız Rəbbimdən istəyirəm ki, sənə doğru yol göstərib xeyirli işlər qismət eləsin. Çox sağ ol anacan. Allah köməyin olsun. Özün kömək ol.
Adın nədir oğlum? Münəvvərdir ağam. Əlindəkiləri yerə qoy. Bil ki, ey Münəvvər, kişinin naməhrəm qadına baxması iblisin onun ürəyinə sancdığı bir oxdur və onu da bil ki, müminin gözü naməhrəm qadının gözəl yerlərinə sataşdıqda gözünü ondan çevirsə, Allah onu cənnətdə huri ilə evləndirər. Bir də belə iş tutmaram ağam, bağışlayın. Qulaq as qızım. Yaxşı fikirləş. Şeyx qarşı otaqdadır. Kəbin kəsiləndən sonra artıq geriyə çəkilmək mümkün olmayacaq qızım. Mənim nə vaxtsa sözümdən döndüyümü görmüsən. Axı mən qızımın halını görürəm. Mənə yaxşı qulaq as. Təlhə ilə evlənməyim məni çox kədərləndirir. Belə bir kədəri mən yalnız anan rəhməti gedəndə hiss eləmişdim. Kədər onsuz da zamanlardan gedir. Allah özü sənə kömək olsun qızım. Xoş gəlmisiniz. Xoş gəlib səfa gətirmisiniz. Buyur ey şeyx. Başla kəbini oxumağa. Qızım əmsi oğlu Təlhəyə ərə getməyə razıdır. Vəkili də ki mənəm. Xoşbəxtliyimiz üçün dua oxuyaq. Bismillahirrahmanirrahim. Elhamdülillah. Nə olub sənə? Xəstələnmisən? Heç nə olmayıb ağam. Bəs nə baş verib? Vəlidin həc kərvanına əmir təyin edilməsi nə dərəcədə düzdür? O mənim həm qardaşım oğlu, həm də vəliəhdimdir. Olmaya başqa birisini göndərməyimi istəyirsən. Onun əyyaş olduğunu sən hamıdan yaxşı bilirsən. Bir gün də olsun nə namaz qılıb, nə də oruç tutub. Haqqındakı söz-söhbətlər də dillər əzbəridir. Səncə həccin əmiri budur, Əbu Məsləmə? Nə vaxtdan Bəni Üməyyənin qadınları hökumət və xilafət işlərinə qarışmağa başlayıb? Yəni Bəni Üməyyə də ondan yaxşısı yoxdur? Dedim axı o mənim qardaşım oğlu və vəliəhdimdir. Həccin əmiri olmağa da haqqı var. Həm də gələcəkdə ona beyyət eləyəcək insanlarla tanış olar. Bəs oğlun Məsləmə? Ey Ümmü Həkim, ata-babalarım kimi mən də səltənəti qoruyub saxlamağa çalışıram. Məsləmə isə hakimiyyətə yaramır. Bu müzakirə olunmaz bir məsələdir Ümmü Həkim.
Sənə nə olub əzizim? Ürəyini mənə aç. İkimiz də bu kişi nəfəsi olmayan evdə yalqızıq. Mənə düzünü de qızım. Səni narahat eləyən nədir? Məndən heç nəyi gizlətmə. Səndən heç nə gizlətmirəm. İnan mənə. Sadəcə bugün atamın dükanına getmişdim. Orada biraz dayandım. Onun necə yandığı hələ də gözümün önündən getmir. Hələ də yanmış cəsədin qoxusunu nəfəsimdə hiss eləyirəm. Qızım, o bədbəxt hadisədən neçə illər keçib. Artıq unutmalıyıq. Başqa çarəmiz yoxdur. Necə? Yaddan çıxarım? Deyirsən ki, unudum? Yox. Yox, vallah. Heç vaxt unuda bilmərəm. Mədinə şəhəri. Sənə fəda olum ağam. Bu sərmayədir. Bu da ki qazanc. Axı bu qazanc çoxdur. Siz neynəmisiniz ki, 2 qat qazancınız olub? Bazarda qıtlıq idi. Biz də aramızda sözü bir yerə qoyub and içdik ki, malımızı ancaq yarı-yarı qazancla sataq. Subhanallah. Malınızı müsəlman cəmaatına 2 qat qiymətə satacağınıza and içdiniz? Bu mənim sərmayəmdir. Bu isə sənin qazancındır. Ey müsadif! Qılınc döyüşü halal pul qazanmaqdan daha asandır. Ticarət etmək istəyən kəs əvvəlcə dinini öyrənməlidir ki, halalı haramdan ayıra bilsin. Dinini öyrənmədən ticarət eləyən şəxs günaha batar. Atam, Allahın salamı olsun, ona belə buyurmuşdu. Allahın salamı olsun ona. İnsanlar üçün elə bir ağır zaman gələcək ki, həmin zamanda dövlətli şəxs yaxşılıq etməyi unudaraq əlində olanlardan bərk yapışacaq. Allah Taala isə bir-birinizə yaxşılıq etməyə dəvət edir. Həmin zaman pis insanlar ucalar, yaxşılar isə alçaldılar. Çarəsiz insanlar alqı-satqıya məcbur edilirlər. Halbuki Rəsulullah salavatullah Olsun ona vay bu cür eləsin. ticarəti qadağan eləmişdi. Görəsən Cəfər ibn Muhəmmədi bizə kömək etməkdən saxlayan nədir? Məyər biz onun əmisi oğlanları deyilik? Həsəddən deyə Əbu Cəfər. Xilafətin özünə və övladlarına məxsus olmasını istəyir. Elə demə ey Əba Əbdillah. Bildiyim qədər o çox zahid, abid və alim bir adamdır. Nə hakimiyyətdə, nə də vəzifədə gözü yoxdur. Əgər həsəd və tamahkarlıq deyilsə, bəs onda nədir? Vallah başçı odur. O Ali Məhəmmədin danışan dilidir və söz sahibi ola biləcək yeganə şəxsdir. Ondan qabağa keçmək və sonra da bu yolda ondan kömək istəmək düzgün deyil. Axı necə ola bilər ki, o özü hələ qiyam və inqilab zamanı olmadığını bildirdiyi bir halda? Axı hansı köməkdən söhbət gedə bilər? O bugün elmlə inqilab eləməkdən danışır. Əmisi Zeydə və əmisi oğlu Yahyaya da köməyini əsirgəmədi? Əksinə kömək elədi, 10 dəvə və iti qılınclar verdi. Zeyd çıxılmaz vəziyyətlə üzləşdikdə də Cəfər onun üçün çağırış eləyərək dedi. Vay olsun onun harayını eşidib ona kömək eləməyənlərə. Onun qiyama qalxmasını istəmirdi. Odur ki, Cəfəri günahlandırmayın. Qalxmaq zamanı çatdıqda, o nə hansısa bir dəstə, nə bir tayfa, nə də bir nəsil üçün deyil, Allah üçün qalxacaq. Bəni Üməyyənin din və dünyamızı ələ saldığı, qanımızı hədər axıtdığı bir vaxt onun başçılığının bizə nə xeyri var ey Salim? Ey Əba Əbdillah,
Cəfər ibn Muhammedin bu ümmət üzərində elə bir haqqı var ki, hər kəs onu dərk eləmir. Hansı haqdan danışırsan qardaşım? Onun heç bir xeyrini görməmişik. Başqa elm adamları kimi o da çəkilib oturub evində, başı ancaq öz ibadətlərinə qarışıb, bir də Quran tilavətlərinə. Məhz onun sayəsində möminlərin evlərinə və qəlblərinə nur daxil olur. Sən bu nuru ancaq pulda və hakimiyyətdə görürsən. Amma Cəfər babasından öyrənib ki, qəlblərindəki elm insanların Allaha doğru yollarına işıq saçan nurdur. Cahillər Allaha necə yetişə bilərlər ki, onlar tövhidi, şəriəti, gözəl əxlaqı bilmirlər. Onda qoy o nur sizə fayda versin. Biz səltənətimizlə ucalanda o özü bizə doğru gələcək. Mütləq gələcək. Mütləq. Səndən bir söz soruşsam düzünü deyərsən? Mən nə vaxtsa sənə yalan danışmışam? De görüm, ürəyin hələ də ona bağlıdır. Əgər həqiqət qanını qaraldacaqsa, onu bilməsən yaxşıdır. Demək, onu sevdiyini etiraf eləyirsən? Düzünü deməyimi sən özün istədin. Bəs onda niyə məndən evlənmisən? Səncə bu yalan və xəyanət sayılmır? Bilirəm ki, belə işlərdə yalan danışmaq daha münasibdir. Amma mən ölümün bahasına olsa belə sözün düzün deyəcək fitrətlə yaradılmışam. Ey Səxir! Axı mən səndən ailə qurduğun, səndən bütün həyatımı bölüşən qadınam. Kaş ki, həyat göründüyü kimi asan olaydı. Qulaq as, mənim sədaqətim və sənin üçün alıb gətirdiklərim bəs eləmir? Bundan artıq nə istəyirsən? Sənin ruhunu, ürəyini istəyirəm. Axı neçə dəfə demiyorlar ki, evi tərk eləyin. Çıxın, gelin bu məhəllədən. Axı məndən nə istəyirsiniz? Mən öz evimdə, siz öz evinizdə. Nə sizə mane oluram, nə də yerinizi dar eləyirəm. Əl çəkin məndən, qoyun nəvəmlə hamı kimi sakit yaşayım. Nə istəyirsən ay vicdansız? Elə bilirsən hamı sənin üçün Xədicədir? Döyəsən, alçaldasan. O da susub səbr eləyə. Eyb yox. Eyb yox. Nə qədər istəyirsiniz danışın. Görəcəyik. Məni çətinliyə salırsan, ana. Özün də görürsən ki, sənin hər istədiyini ala bilmirəm. İstəmirəm bizə qonaq gəlsin. Artıq sənin qohumlarının, yaxınlarının əlindən zara gəlmişəm. Onları sevmirəm, ana. Artıq divardan tutub gəzməlisən. Mən bütün günü dostlarımı qoyub sənin yanında qala bilmərəm. Axı mən də insanam. Gecəni dostlarımla keçirmək istəyirəm. Ey bakirə Məryəm, müqəddəs ana, məni bu vəziyyətdən qutar. Özüm də bezmişəm, ətrafdakılarım da. Ya şəfa ver, ya da ölüm. Hər iki halda bu vəziyyətdən qurtulaq.
Mədinə. Ey muhtim, Bəli. get səndəki ət tikələrinin hamısını bura gətir. Mənə xəbər vermədən uzaq səfərə çıxırsan ağam. Yoxsa sənə yol yoldaşı olmağımı istəmirsən? Ey muhtim, bu Allahın bizə verdiyi nemətlərin bəzisidir. Onu ehtiyacı olanlara çatdıracağam. Sənə fəda olum ağam. Ünvanlarını mənə söylə, özüm aparıb çatdıraram. Gecənin bu vaxtı sən çıxma. Onlara yardım etməyimi gizli saxla və gördüklərini heç kimə danışma. İndi isə qalx dediklərimi gətir. Sözünüz mənim üçün qanundur ağam. Bu dəfə sadəcə sənə xəbərdarlıq eləməyə gəlmişəm. Nəbadə Ümmü Haşimə yaxın düşəsən. Yoxsa səni tikə-tikə doğrayaram. Başa düşdün? Buyur. Ey müfəssəl, deyəsən sənə vəd etdiyimi gözlədiyindən, ötən gecə sənin üçün yaman uzun keçib. Elədir ağam. Sənə dediklərim barədə nə buyuracağını bütün gecəni düşünmüşəm. Allah Taala heç bir şey yoxkən də var idi. Sonsuza qədər də var olacaq. Bizə öyrətdiklərinə və bəxş etdiklərinə görə ona həmd olsun. Elmlərin ən alisini və hikmətlərin ən dəyərlisini bizə məxsus etmiş. Bizi elminin gücü ilə bütün məxluqatdan üstün tutmuş. Hökmünün gücü ilə də onlara rəhbər qərar vermişdi. Ağam, icazə verirsən, sənin dediklərini yazın. Yazı üçün lazımı şeyləri hazırlamışam ağam. Yaz müfəssəl. Düşün ey müfəssəl. Gördüyün şeylərin hər biri müəyyən məqsədlər üçün hazırlanmışdır. Torpaq tikinti üçün, dəmir sənaye işləri üçün, taxta, gəmi və digər şeylər üçün, daş, dəyirman və digər şeylər üçün,
mis qab qazan üçün, qızıl və gümüş alqı-satqı və xəzinə ehtiyatı üçün, taxıl qida üçün, meyvə dilxoşluq etmək üçün, ət yemək üçün, minik heyvanları yüklər üçün, odun yandırmaq üçün, kül əhəng üçün, əkin yer üçündür. Bu və buna bənzər şeylərdən çox saymaq olar. Əgər kimsə bir evə daxil olub, orada insanların ehtiyac duyduğu bütün şeylərlə dolu olan bir xəzinə ilə rastlaşarsa və oradakı hər bir şeyində müəyyən bir məqsəd üçün hazırlandığını görərsə, heç bunun təsadüf nəticəsində və məqsədsiz bir şəkildə olduğunu düşünər? Bəs onda nə haqla bəziləri deyirlər ki, bunlar təbiətin yaratdıqlarıdır. Hə, düz söz həmişə acı olur. Amma bu heç də qorxulu deyil. Kişidə qorxulu cəhət onun yalancı, fırıldaqçı olmasıdır. Kaş ki elə olaydı. Mənə də o cavabı verməzdi. Onun düz sözü mənə pis təsir elədi. Gecəni tərəddüd içində keçirmişəm. Bilmirəm onun yanında qalım, yoxsa ayrılım. Dəli olmusan Hind. Qismətinə səxir kimi bir kişi çıxmış qadın. Heç bu cür fikirləşər? Səncə bu kifayətdir? Onun xeyirxah, səxavətli və xoşrəftar olması sənə bəsdir. Özün mənə demirdin ki, ona ərə getdiyin üçün çox xoşbəxtsən? Həmişə onun mehriban danışığını tərifləmirdin? Bəs nə dəyişdi? Fikir vermə, zamanla unudarsan. Kaş ki belə olaydı. Zamanı onun üçün gözəlləşdir. Ona hər şeyi gözəl göstər. Qısqanclığı isə özündən uzaqlaşdır. Həyatının körlanmasına imkan vermə. Bütün bunları dildə danışmaq necə də asandır. Hündür, hündür, lap çox hündür bir günbəz istəyirəm, başa düşürsən? Ey əmir, Kəbə mərhum Əbdülməlik İbn Mərvanın dövründən bəri eyni ölçüdədir. Əmim bu il məni həccin əmri olmaq şərəfinə layiq bilib. İstəyirəm ki, fərqli bir il olsun, bildin? Cəmaat uzun illər ondan danışsın. Əgər qüsura yol versən, səni həcdən qayıdana qədər zindanda saxlayacağam. Narahat olma ağam. Hər şey istədiyin kimi olacaq. Bu işlə məşğul ol. Sənə zindan vəd elədiyim kimi, işini vaxtında bitirəcəyin təqdirdə layiqli mükafat da vəd eləyirəm. Aydındır? Getdin. Gəlin. Əbu Əbdullahın kəlamlarını kitab halına salmaq istəyirəm. Tohid haqqında buyurduqları çox mükəmməl və misilsizdir. Bir şərtlə ki, kitabı burada mənim evimdə hazırlayasan. Yaxşı, Allahın izni ilə elə də eləyərəm. Xədicə, Bəli, dünən gecə bizim evdəki o kişi kim idi, ha? Yəqin ki, sən onu tanıyırsan. ağzına gələni danışma. Mən sənin yanında yatmışdım. Səndən başqa da heç kəsi görməmişəm. Deyəsən bu şərab sənin nalını tamam başından alıb. Ay pozğun. Mən sənə deyirəm sinəmdə oturub qılıncı da boğazıma dirəmişdi. Sən də deyirsən şərab? Yoxu. Qara basma. Səni görüm lənətə gələsən. Əgər dediyin düzdürsə, onda niyə onu tutub öldürmədin, hə? İndi də mənə qorxaq deyirsən? Heç şübhəsiz ki, o sənin məşuqun imiş.
gözlənilmədən məndən rastlaşıb. Yəqin ki, məqsədiniz məni öldürməkdir. Onu görməyəcəksiniz. Allah sənin cəzanı versin. Allah sənin cəzanı versin. Cəzamı versin? Hara! Allah cəzanı versin. Mənə deyirsən? İmamətin Həsən əleyhissalamın deyil, Hüseyn əleyhissalamın nəslindən davam etməsinin səbəbini bilmək istəyirəm. Görəsən bunun hikməti nədir? Bu İmam Hüseynin İmam Həsəndən üstün olmasını göstərir. Yəni bunun fərqi var? Məgər sən imamətin Həzrət Həsənin ya da Həzrət Hüseynin nəslindən olmasında bir fərq görmürsən? Əgər onlar fərqli insanlar olsaydılar, onda iki nəslin imaməti arasındakı fərqdən danışmağa dəyərdi. Amma, ey müfəssəl, onların hər ikisi möminlərin əmiri Əli əleyhissalamın yolunun davamçılarıdır. Ataların yolu isə babaları Məhəmmədin yoludur. Allahın salamı ona və ailəsinə olsun. Allahın salamı ona və ailəsinə olsun. Bu oğlan mənim pul kisəmi oğurlayıb. Başa düşmürəm, axı bu yaşda uşaq onu səndən necə oğurlaya bilər? Parça satanın yanında idim. Kisəni çıxartdım ki, satıcıya pul verim. Pulu ona uzadanda kisəni bir anlığa piştaxtanın üstünə qoymuşdum. Kisəni ondan alıb sənə qaytardılar? Hə, 2 gündən sonra. Artıq oradan bir neçə dirhəm xərclənmişdi. Əclaf. İndi də o dirhəmləri istəyirsən? İstəyirəm əlləri kəsilsin. Oğru barəsində şəriətin hökmü budur. Kisəni ondan oğurlamısan? Cavab ver ay oğlan, bu kişidən kisəni oğurlamısan ya yox? Ondan niyə soruşursunuz? Mənim 5 nəfərdən çox şahidim var. Hamısı da onun oğurladığını görüb. Mən qaydana qədər bu oğlanı buraxmayın. Xoş gördük. Xoş gördük səni ey qadınları məftun edən. Ey bərbəzəyin, daşqaşın zinəti, bu soyuq evi öz isti gəlişinlə işıqlandırdın. Bilirsən, mən istəyirəm... Sən mənim həyatımı korladın ey Təlhə. Söz verirəm ki, səndən bunun heyfini çıxacam. Mən nələr eşdirəm? Yaxşı qulaq as. Sənə məcbur olub ərə gəlmişəm. Və yaşamağa da məcburam. Axı bu necə olacaq? Bəlkə də buna nail olub mənə öz evində arvad eləyə biləcəksən. Amma barmağın belə mənə dəyməyəcək. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər. İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Qutafilm Kino şirkəti.